Güzgüdə dilinizə diqqətlə baxmısınızmı? Dilin üstündəki rənglərə, ləkələrə baxmaqda fayda var. Çünki dil bədənimizin ən erkən həyəcan təbili çalan üzvüdür. Dilin üstündəki rəng və forma dəyişikliyi təhlükəli xəstəliyin ilk işarəti ola bilər. Əgər dilinizin üstündəki ağ törəmələri silən zaman qanayırsa, deməli ağız içi göbələk infeksiyasıdır. Əsasən immunitet zəifləyən zaman və antibiotik qəbulundan sonra üzə çıxır. Dildə əmələ gələn və silinməyən ağ rəngli, qalınlaşmış ləkələr ağrısız olsa da təhlükəli hesab olunur. Dildə yaranan ağ cizgilərə də diqqət etməliyik ki, bu el arasında qırmızı yastı dəmirov kimi tanınan xəstəliyin əlaməti ola bilər. Dildə ağ sahələr içində əmələ gələn qırmızı sahələr adətən zərərsiz olsa da səbəbi immunitetin düşüb qalxması ilə bağlıdır. Dildə parlaqlıq çox vaxt B12 fol turşusu və ya dəmir azlığına işarədir. Dilinizdə parlaq şəkildə qırmızı bir sahə görürsünüzsə, dərhal müayinə olunmalısınız. Çünki bu xərçəng xəstəliyinin ilkin əlaməti ola bilər. Dil qara, qəhvərəngdə və tüklüdürsə, səbəbi çox siqaret çəkmək və ağız gigiyenasına düzgün əməl etməməkdən qaynaqlanır. Dildə sarı rəng əsasən ağız gigiyenası ilə bağlı olur. Amma eyni zamanda gözlərinizdə də sarılıq varsa, deməli sizdə qaraciyər və öd yollarının problemi yaranıb. Diliniz bənövşəyi rəngə çalırsa, bu bədəndə oksigen azlığı, ürək və ağciyərdəki xəstəliyin işarəsidir. Bəs ən kritik vəziyyət nədir? Əgər dildəki ağ və qırmızı ləkələr 2 həftə ərzində getmirsə, mütləq həkimə müraciət etmək lazımdır.